Bizim məhəllə demək olar ki, futbolçular məhəlləsidir. 17 yaşında, 81-ci ildə mən Respublika çempionu oldum. Anatoli Banişevski bizim oyuna gəlib baxandan sonra ancaq məni seçdi bir nəfər orada. Necə olmalıdır ki, hakim? Hakim qətiyyətli olmalıdır. Bəs müasir futbolla, o vaxtın futbolunu bir qarşı-qarşıya qoysaq? O vaxtı futbol çox güclü idi. İndi demək olar ki, cavanlardır, qaçırlar, effekti yoxdur. Amma o vaxtlar qaçmırdı. Qaçırdılar. Kaş mən bir hakimliyə 27-28 yaşında gələrdim. Zöhrab müəllim, xoş gördük sizi. Bugün Əmircandayıq da. Bəli. İstəyirəm Zöhrab müəllim özünüzü bizə tanıdasınız, ondan sonra suallarım olacaq. Mən Zöhrab Qədiyev 22 may 1964-cü il Bakı şəhərin Əmrəcan qəsəbəsində anadan olmuşam. Elə onu desəydə ki, o vaxtlar necə deyərlər, evdə də doğulmuşam bu evdə. Yəni balnisa şəraitində yox, o vaxtlar olurdu, elə evdə də doğulmuşam. Gəlin uşaqlıq illərinizə başlayaq. Necə xatırlayırsınız? Deməli, Niyə məsələ futbolçu olmaq istədiniz? Deməli, mən 7-ci sinifə kimi, qabaqlar 8-ci, 10-cu siniflər olurdu da. 7-ci sinifə kimi əlası olmuşam. Amma bizim nesildə demək olar ki, idmançı yoxdur. Mən də futbola çox böyük marağım var idi. Mənim atam məni qoymurdu futbol oynamağa. Ona elə vəzifədə idi, zamprokuror işləyirdi atam. Ki, dedi ki, yox, oxumalısan. Bizim məhəllə demək olar ki, futbolçular məhəlləsidir. Mən dərslərimi eləyəndən sonra bu aşağı məhəlləyə gedib, orada böyüklərə baxırdım ki, bir nəfər gəlməsin, 12-13 yaşım var idi, girim oynayayım, 5 dəqiqədə olsun. Qabaq 72 köpüklü toplar olurdu, rezin toplar. Onlarla oynayırdım, həvəsliydim çox. Yəni, burada bizim bir qonşu var, adını çəkəcəyəm. Onun mənə çox böyük əziyyəti olub üstümdə. Həm futbolçu kimi, həm hakim kimi. Atilla Xəlilov. Onun oğlu da hal-hazırda futbol oynayırdı. Onun çox böyük əziyyəti olub mənim üstümdə. Dedi ki, səndən yaxşı futbolçu olar. Gəl, yönəldim səni. Mənim 15 yaşım vardı. Bir məşqçisi var, yönəldim Böyüyağa Ağayev. Hal-hazırda sağdır, Suraxanada yaşayır. Apardı mənim onun yanına. Dedi, gec də olsa gec gəlmirsən, amma potensialların var. Futbolçu çıxa bilər. Bir ildən sonra mən demək olar ki, böyüklər arasında Respublika çempionatının oyunlarına başladım oynamağa. 17 yaşında, 81-ci ildə həmin Atilla müəllim oynadığı həm qardaşı Siyavuş Xəlilov rəhmətə gedib, Allah onu rəhmət eləsin. Mən Respublika çempionu oldum. Bizim o vaxtlar uşaqlıq xatirəmdə belə bir yaddaşımda bu qalıb. Məsələn, oğlanlar futbol oynayardı, qızlar 7-3 oynayardı. Oğlanlar futbol oynayanda özlərini bir kumir götürürdülər də. Hobi olurdu. Onlar biri Maradona deyirdi özünə, biri Pele deyirdi. Yəni yaddaşımda qalanlar, Banişevski var idi. Bəli. Yəni onlara baxaraq, onları düşünərək özlərinə bir ləqəb götürürdülər də. Bəli. Ləqəb kimi məhəllədə elə Banişevski deyirdilər. Mən sarı idim. Mən indi saçlarım ağarıb. Amma Banişevski deyirdilər. Mən çox istəyərdim ki, hücum xəttində oynayayım. Amma trener mənə məsləhət bildi ki, səndən yaxşı müdafiəçi olar. Mənim müdafiə xəttinə qoydu. O vaxtdan da mənim karyeram belə başladı. Hər bir futbolçunun bir məqsədi olurdu ki, Neftçidə oynasın SSR çempionatında. 85-ci ildə mən hərbi xidməti başa vurduqdan sonra bir balaca vesim çox idi. Demək olardı ki, 72-73 olmalıdır. Mənim 90-95 vesim vardı. O bir ay, 2 ayda o vesim mən tulladım. Deməli, başladım yenə Suraxanlı komandasında oynamağa. Orada da oynadım. Sonra məni dəvət elədilər Bakının inşaatçı komandasına. 88-ci ildə. Mənim onda 24 yaşım vardı. Orada deməli, bir aydan sonra məni komandanın kapitanı seçdilər. Az müddətdə. Az müddətdə 89-cu ildə Anatoli Banişevski bizim oyuna gəlib baxandan sonra
Dedi ki, bunlardan seçən ancaq məni seçdi bir nəfər orada. Ruslan Abdullayev var idi, Allah ona rəhmət eləsin. 89-cu ildə məni SSR çempionatında Neftçiyə dəvət elədi. Neftçiyə dəvət eləyəndən sonra 1 il 90-cı ildə mən peşəkar idim, lap peşəkar futbolçu oldum. Mən maraqlıdır, ən yadda qalan oyun hansıdır? Həmişə onu düşünəndə deyirsiniz, bundan başqa... Mənim ən yadda qalan, yəni ki, bu tarixi həmişə yadımda saxlayıram, aprelin 20-si olub. 90-cı il, birinci oyunum Lokomotiv Moskva ilə Moskvada. İlk oyunumuz oldu. Bəli, bəli. Neftçinin əsas heyətində, orada da 40 min, 50 min adam. Dajda Ruslan Abdullayev mənə dedi ki, Zöhrab, sən özünü pis eləmirsən, cəmaata baxa, dedim, yox. Dedi, elə bir sıx hesabla ki, Yevlaqla oynayırsan burada. Birinci oyunum, o aprelin 20-si mənim üçün elə bir tarix olub ki, bütün uşaqlarımın xeyir işlərini də o gündə salmışam. O vaxtlar futbol meydançasında texniki imkanlar necə idi? Yəni bugünə baxanda çox fərqlənir. Yəni bugünə baxanda, yəni mən özüm hakim inspektor hal-hazırda çalışıram. Çox fərqi var, çox. Qabaq 3 hakim olardı. Yəni ki, hakimlikdən danışıram, özüm hakim olmuşam. 3 hakim olardı, köməkçi zadı olmazdı. 2 polis olardı, 1 skor pomuş olardı. Yəni ki, hər yandan təhlükəli idi. Meydanın hər bir hissəsinə, hər bir tamaşaçı girib, nəsə bir şey törədə bilərdi. İndi maşallah, indi görürsünüz də, bütün futbol meydanlarında hər şey qaydasındadır. Bəs onda necə oldu? Məsələn, futbolçudan keçdiniz hakimliyə. Deməli, ikinci hobimdə mənim hakimlikdir. Deməli, mən futbol oynaya-oynaya, həmin Atella müəllimin stadionu var idi. Orada balaca uşaqları Bakı birinciliyi çalışır. Orada deməli, 50 köpü idi. Bir dənə oyun 50 qəpik idi. 50 köpü də biz deyirik də, 50 köpü idi. Hələnçi yığılırdı, 6 aydan bir alırdıq 100 manat, 120 manat. Həm də hələnçi sonra mənə Atella müəllim dedi ki, səndən yaxşı hakim olar. Sən başla hakimliyə. Nəyi hiss elədi ki, o hiss edirdi səndən yaxşı? O hiss elədi ki, nəsə hissiyat var səndə, gedə bilərsən hakimliyə, sən... Necə olmalıdır ki, hakim? Hakim qətiyyətli olmalıdır. Hakim heç kimə tərəfdaşlıq etməməlidir. O gördü ki, məsəl üçün, həm bu komanda tanıyır səni, həm bu komanda tanıyır səni, amma sən görür ki, sən qətiyyətlisən. Hər iki tərəfə... Yəni, ədalətli. Bəli, ədalətlisən. Ona görə mən 35 yaşında karyeramı qutardım. 36 yaşında mən hakimliyə başladım. Yaxşı, onda hakim olmaq asan idi, yoxsa futbolçu olmaq? Ya, futbolçu olmaq asandır, amma hakim ondan da biraz az. Ged-ged, mən futbolçu oldum, sonra onda azca hakim oldum. Hakim olandan sonra, hesab elə ki, 1-2 il keçəndən sonra dedim ki, beynəlxalq dərəcədə hakimi adı almalıyam. Hakim kimi də ən çətin oyununuz hansı olub? Azərbaycanda ən çətin oyunlar, məsəl üçün, o vaxtda olurdu, Xəzər Lənkəran Neftçi, Qarabağ Neftçi. İndi Qarabağ çox güclüdür. Derbi oyunlar var, Turan Tovuz idi, Şəmkir idi, yəni ki, bu Kəpəz Gəncə idi. Bu oyun derbiləri idi çoxsu. Ən çətin oyunlar bunlar idi. Ən əsası da Bakıda yox, rayonlarda. Bəs azarkeşlərlə necə yol tapırsınız, o belə deyir, necə dil tapırsınız onlarla? Bugün mən inspektor kimi fəaliyyət göstərirəm. Yəni Tovuza gedəndə 4 il orada oynamışam mən. Cəmaət məni orada ayaq üstə almış deyirlər, mən stadiona girəndə. Yəni ki, bu hörməti mən orada qazanmışam. Orada çoxlu dostlarım var mənim. Yəni hardasa bir, belə deyək, azarkeşləri də bir təhər... Bəli, yola verirdik. Yola verməlisiniz. Yaxşı, ən gülməli hadisə hansı olub siz? Onu xatırlayan. Ən gülməli hadisə inşaatçı komandası ilə Tovuzda oynayanda o vaxtı dava vaxtı. 93-cü il idi. İndiyənə kimi yadımdadır. Baş hakim bizim kəndçimiz Əmrəzanlı Əhməd Ağa Zaxbarov hakimlik edirdi. Orada Tovuzda da udmaq çox çətin idi. Tovuzdur, Gəncədir, Şəmkirdir. Bunları orada udmaq çox çətin idi. Deməli, o vaxtı setkanı elə dar çəkmişdilər ki, top deyir, çıxırdı, bilinmir. Biz qol vurduq. Top girdi, çıxdı. Biz hamımız burada bir-birimizi təbrik eləyirik. Bu yandan Tovuzun oyuncusu qapısı götürdü topu Hüseyin Məhəmmədov, indi hal-hazırda Karvanda məşqçidir. Topu vurdu qabağa. Hakim dedi ki, oynamaq olar. Onlar getdilər, bizə qol vurdular. 1-0 onlar bizi utdular. Bəs müasir futbolla, o vaxtın futbolunu bir qarşı-qarşıya qoysaq? O vaxtı futbol çox güclü idi. İndi demək olar ki, cavanlardır, qaçırlar.
çox qaçırlar. Amma effekti yoxdur. Amma o vaxtlar qaçmırdı. Qaçırdılar. Amma orada nə deyim, indiki uşaqlarda baxarsınız da, əlində kompüter, metro girirsən telefon, ya görürsən ki, avtobusda oturub balaca kompüterlə oturur, ya dərs eləyir, amma futbola çox hələ marağı yox idi. Bir də mən sizə söz deyim, biz inşaatçı komandasından 6 nəfər futbolu qutardıq, onun 5-i beynəlxalq dərəcəli futbol hakimi oldu. 6 nəfər hakimliyə gəldi. Bugün son 20 ildə bir dənə futbolçu hakimliyə gəlmir. Ona görə ki, qazancları çox yaxşıdır. Allah bol eləsin. Amma bir futbolçu olub hakimliyə gəlsin daha yaxşıdır. Ona görə hər şeyi bilirsən. Hesab elə 1-ci sinifdən 10-cu sinifə kimi hər şeyi bilirsən. Hə, və o daha asandır. Bəli, daha az. Amma bir də var ki, məsəl üçün çox İtaliya Kalina var idi. Bizdə Eldar Əzimzadə var idi. Eldar Əzimzadə ilə çox yaxşı zarafatlarım var idi. Allah onun qəni rəhmət eləsin. Olimpiya oyunları Moskvada final oyunu olsun dəliyib. Əmrəzana çox gəlirdi. Bizim Orzəli müəllim yanına, bizim müəllimimizin yanına gəlirdi. Deyirəm, Eldar müəllim, bir dənə sual vermək olar. Deyir, buyur Zörəb, sən olar. Deyirəm ki, siz xarici dili bilmirsiniz axı. O xarici gəlib sənə deyir. Deyir, Zörəb, öz dilimdə söyürdim onları. Sonra başa düşürdülər, ayrılırdılar. Eldar müəllim heç raport yaza bilmirdi. Siz indi ən azından bugünkü oyunlara baxırsınız, bugünkü oyunları izləyirsiniz, iştirak edirsiniz. Nə hisslər keçirirsiniz, nə düşünürsünüz? Ən əsası deyirdim ki, kaş mən bir hakimliyə 27-28 yaşında gələrdim. Bugün gənclərə nə arzu edərdiniz? Axı indi gənclərimizin çoxu qaçır. Düzdür, maşallah olsun, futbola sevgiləri var, görünür. Yəni bu Neftçi Qarabağ, yəni oyunlarında baxıram, mənim xoşum gəlir. Əvvəllər çox az adamlar oturardı, izləyərdi, amma indi maşallah heç bilet tapmaq olmur ki, gedib iştirak edib baxasan, izləyəsən. Bugünkü gənclərə nə arzu edərdiniz? Hər bir peşənin istəyir futbol idman olmasın. Amma görək onu sevəsən də. Bir peşəni sevərək işlə. Əgər bir peşəni sevmirsinizsə, siz jurnalistsiniz deməsin. Peşəni sevmirsiniz, gəlmirsiniz də. Mən də demişəm, mənim atam qoymurdu. Mən peşəni sevmişəm, futbolçudan sonra demişəm ki, məqsəd qoymuşam ki, hakim olum. Hakim yox. Yəni uğur qazanmışsınız. Uğur, bəli, uğur. Bugünkü cavanlar, yəni bizim stadionlara, rayonlara gəlirlər. Baxın da Qarabağ oynayır, ancaq xarici oyunlarına oynayır, gəlir cəmaət. Amma Qarabağın ev oyunları gəlsən 200 nəfər, 300 nəfər. Cavanlarımızı nə deyim, nə ilə cəlb eləyəsən ki, bunlar gəlsinlər. Bu gün çox azdır, çox azdır. Cavanlar nə deyim, nəinki idmanı, ən əsas o pis şeylərdən uzaq olsunlar. Amma idmana gəlsələr, əsasda futboldur. Bu sağlamlıqdır da əslində. Bəli, əlbəttə sağlamlıqdır. Zöhrəm müəllim, futbol sizə nəyi öyrətdi? Bütün SSR-nin 80%-ni gezmişəm. Xarici ölkələrin 19 Avropanın ölkəsində hakimlik eləmişəm. Hər şey gözümü açdı futbol. Düz indi oxusaydım, bəlkə başqa bir atamın yolu ilə geçsəydim, o da bir başqa olardı. Amma ki, idman, mən fəxr eləmişəm ki, bu yolda olmuşam. Son olaraq belə bir sual verəcəm. İndi düşünəndə ki, o illər geri qayıtsaydı, hansı anı özünüz götürüb saxlayardınız? Bağlayardım idmana yenə. Yəni, mən peşman olmazdım, futbola gedərdim. Uşaqlarımı da cəlb eləyərdim, yenə deyirəm. Seçdiyimə də peşman deyirəm. Futbola yenə gələrdim, bir də hakimliyə.